Müdrik bir insanın tələbələrindən biri uzun illər getdiyi dərsi tərk etmişdi. Artıq dərslərdə iştirak etmirdi. Bir neçə ay beləcə keçdi. Onun dərsə gəlmədiyini görən müdrik ustad tələbəsini ziyarət etmək qərarına gəldi. Qış mövsümü idi. Tələbəsi evdə tək idi. Qapını da özü açdı. Otaqdakı böyük sobanın içində odunlar çırt-haçırt yanırdı. Ustadının onu nə üçün ziyarət etdiyini təxmin edən tələbə əziz qonağını sobanın yanına dəvət etdi. Özü də mətbəxə keçərək hazırlıq görməyə başladı. Sobanın yanında oturan müdrik təqdim olunan hörməti qəbul etdi. Lakin tələbəsinə heç nə demədi. Sanki evdə heç kim yoxmuş kimi hərəkət edirdi. Bütün diqqətini sobada yanan ocağa yönəltmişdi. Bir neçə dəqiqədən sonra maşanı götürdü. Qızmar közlərdən birini alıb ocağın kənarına qoydu. Oturmağa davam edir, heç nə danışmırdı. Kənarda qoyulmuş közün odu yavaş-yavaş zəiflədi. Sonra da söndü. Otaqda sükunət hökm sürürdü. İlk salamlaşmanı çıxsaq, heç bir kəlmə də olsun danışmamışdı. Müdrik adam getməyə hazırlaşarkən yenidən maşanı əlinə alıb sönmüş közü alovun içinə atdı. Köz yanan ocağın istisinə və alovuna yenidən yanmağa başladı. Ayrılmaq üçün qapıya gəldikdə ev sahibi özünə ələ alıb, "Ziyarətinizin səbəbini anlayıram. Biraz əvvəl verdiyiniz dərs üçün minnətdaram. Bundan sonra dərslərdən heç vaxt geri qalmayacağam", dedi.